Salam magilər, bugün ixtisas və peşə seçimindən danışacağıq. Həm ixtisas, həm də peşə gələcəyimizi formalaşdırır. Amma bəzən bu seçimi özümüz etmirik. Böyüklərin məsləhətinə güvənirik. Bu isə həmişə uğurlu nəticə gətirmir. Gəlin yeni peşələrdən və bazarın tələblərindən də danışaq. Dünya sürətlə dəyişir və bu dəyişimin mərkəzində texnologiya dayanır. Rəqəmsallaşma, avtomatlaşma və süni intellekt tətbiqləri bir çox ənənəvi peşələrin məzmununu yenidən formalaşdırır. Eyni zamanda tamamilə yeni ixtisas sahələri yaradır. Əmək bazarında artıq təkcə fiziki bacarıqlar deyil, rəqəmsal savadlıq, texnoloji sistemlərlə işləmək və innovativ düşüncə əsas tələblər sırasındadır. Peşə təhsili sistemi də bu transformasiyaya uyğun olaraq yenilənir. Tədris proqramlarına müasir istehsalat texnologiyaları, rəqəmsal idarəetmə mexanizmləri, süni intellekt əsaslı həllər və ekoloji yanaşmalar daxil edilir. Yaşıl iqtisadiyyat prinsipləri, resursların səmərəli istifadəsi və dayanıqlı inkişaf anlayışı bir çox ixtisasın əsas komponentinə çevrilib. Bu yanaşma gənclərə yalnız konkret bir peşə deyil, dəyişən dünyaya uyğunlaşmaq bacarığı qazandırmağı hədəfləyir. Gələcəyin əmək bazarında uğur qazanmaq üçün çeviklik, texnologiyaya açıq olmaq və davamlı öyrənmək əsas şərtlərdən biridir. Peşə təhsili isə bu keçidin ən mühüm platformalarından birinə çevrilir. Son illərdə peşə təhsili dövlətin insan kapitalı strategiyasının əsas sütunlarından birinə çevrilib. Təhsil müəssisələrinin sayı və əhatəliyi, mərkəzlərdə yeni tədris bazalarının yaradılması, tələbə qəbulunda artım peşə təhsilinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Yenilənmiş ixtisas təsnifatı, müasir texnologiyalar, rəqəmsallaşma, yaşıl iqtisadiyyat və sənayenin transformasiyası kimi prioritetləri nəzərə alaraq hazırlanır. Məqsəd çevik əmək bazarına uyğun və gələcək yönümlü kadr hazırlığını təmin etməkdir. İxtisas sahələrinə gəldikdə rəqəmsal və IT sahəsi, sənaye və yüksək texnologiyalar, yaşıl enerji və davamlı inkişaf, nəqliyyat və logistika, xidmət və turizm sektoru sahələrini nümunə göstərmək olar. Ötən il peşə təhsili üzrə qəbul planına 10 yeni ixtisas əlavə edilmişdi. Bunlardan proqram təminatı üzrə mütəxəssis, məlumat analitika üzrə texnik, kiber təhlükəsizlik sistemləri üzrə mütəxəssis, rəqəmsal marketinq və e-ticarət üzrə mütəxəssis ixtisaslarını nümunə göstərmək olar. Strategiyanın gözləntiləri və effektləri odur ki, yeni ixtisaslar üzrə məzunların əmək bazarına çıxma səviyyəsi yüksəlir. Gənclər həm yerli, həm də beynəlxalq səviyyədə rəqabətə daha hazırlıqlı olur. Yeni bacarıqlarla təchiz olunmuş kadrlar ölkənin sosial-iqtisadi inkişafına birbaşa töhfə verir və investisiya cəlbini gücləndirir. Yanlış ixtisas və ya peşə seçmək həyatın sonu deyil. İnsan istədiyi sahə üzrə yenidən təhsil ala, özünü inkişaf etdirə və arzularına çata bilər. Ruhdan düşməyin, əziz gənclər. Bizdən isə bugünlük bu qədər. Sağ olun.